məzarımızı Heydər Əsədov, Məmməd Ağa oğlunda məzarın yaxınları, qohumları özləri gəlib dəyişirlər. Təmiz də saxlayırlar. Sadəcə biz özümüzə borc bilirik ki, yəni bu gündən belə deyək də, özümüzə borc bilirik ki, şəhidlərin bayraqlarını biz dəyişək. Onsuz şəhid valideynləri oğul qurban verib. Elə deyil. Bizim borcumuzdur bunları dəyişmək. 5 manat nə bayraqdır ki onu? Şəhid valideynləri sizə 50'sini bağlayır. Sadəcə biz özümüzə borc bilirik. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Var. Canınızı sağ eləsin. Belə işıqlandırırsınız, belə şəhidlərin bayrağına gətirib. Bəli, borcumuzdur, borcumuzdur. Var olasın. Təşəkkür, var olasın. İşte də deyirəm, şəhidlərimizin valideynləri bir dənə bayraq almağa aciz deyil, alırlar. Sadəcə biz özümüzə borc bilirik ki, yəni bu gün şəhid valideynləri sevinsin ki, şəhid valideynləri də sevinər ki, biz onların övladlarıyıq. Yəni biz də bir qardaşıyıq. Nə olar ki, abidə önündə, şəhid məzarları önündə bayraqlarını dəyişmək. Mən belə bir şey görmürəm. Elə bilirəm şəhid analar da, şəhid atalar da narazılıq eləməz. Qarşılarında baş əyir. Bəli, Əsəd Heydərov. Heydər Məmməd Ağa oğlunda bayrağın dalğalandı. Allah ruhunu şad eləsin. Allah əzizlərinə, yaxınlarına Allah can sağlığı versin. Allah şəhidlərimizi rəhmət.